Photoshopda istənilən portreti cəmi bir neçə dəqiqəyə bu cür ikonik poster stilistikasına sala bilərik. Keanu Reevesin şəklini açdıq Photoshopda, sürüşdürüb gətiririk 1080-in 1350-yə yaratdığımız dokumentin içərisinə. Bunu eləyirik Convert to Smart Object. Niyə görə Convert to Smart Object? Çünki dizayn prosesində bəzən kiçildirsən, eksperiment aparırsan, sonra böyüdürsən və keyfiyyətin itməyini istəmirsən. İndi təxmini biz bunu biraz da kiçildib buralarda belə yerləşdiririk. Arxasını fondan təmizləmək istəyirik. Bunun üçün 2 dəfə klik edirəm həmin Smart Object-in içərisinə. W hərfini basıram. Buradan seçirəm Object Selection Tool və sonra da Select Subject. Maskla portretimizin arxasını təmizlədik, save edirik Smart Object-imizi və qayıdırıq əsas dokumentimizə. Xəttkeşi gətirdik, qoyduq ortaya. İndi bura mətn yazacağıq. Hansı mətni yazaq? Neo Morpheus'la ilk dəfə görüşəndə orada sitata çevrilmiş bir dənə sözü var, onu yazacağıq. Text boxu çəkib mətni atırıq. Amma şrifti 100% dəyişəcək, çünki bizə burada jırnı, topbuş bir şrift lazımdır ki, içərisində şəkil yaxşı görsənsin. Bir dənə son zamanlar çox sevdiyim bir şrift var. Azo Sans Uber Regular və fikir verin bu necə topbuş, dolu bir şriftdir. Bunun içərisində istənilən şəkli göstərmək olar. Başlayırıq biz burada yazımızı Neonun portretin siluetindən uyğun yığmağa. Mətnimizi kiçildək, ağ rəngləyək və ataq. 1. I don't. Gətirdik bunu, çildirik, rəngini ağ eləyək. Gətirək 30-duraq bura. I don't like. I don't like. Götürdük, gətirdik, atdıq bura. I don't like. Bunu da leadingini açdıq və salam. Biz burada bu cür belə maraqlı silueti hazırladıq. Keçirik növbəti etapa. Yaratdığımız bu tipoqrafik bloku Ctrl-G qrup eləyirik. Adını yaza bilərik buradan type. Neonu mask eləyirik. Gətiririk xəttkeşimizə qədər selection'ımızı, altı basırıq, seçilmiş hissəni mask eləyirik. Sonra Neonun kopyasını çıxardırıq, Ctrl-J. Göndəririk onu ən üstdəki layer'a, sağ düymə və Create Clipping Mask. Clipping Mask elədik, bax bu mətnimizin içərisinə və təbii ki, maskı da invert eləyəcəyik, Ctrl-E. Bizim ikonik posterimiz demək olar ki, hazır. Ortada ağ nöqtələr görsənir, onun üçün də layer'la şəklin arasındakı linki söndürürük və maskımızı çəkirik Neo tərəfə biraz. Kompozisiyamız hazır, gəlin bunu bir qiməli poster halına salaq. Diqqətlə baxanda görürük ki, I am sözü sürüşü. Bunu belə qrupun içində mask eləməyimizin ən gözəl xüsusiyyəti odur ki, biz qrupun içindəki ayrıca layerləri seçib yerlərini tərpədə bilərik. Idea sözünü də nisbətən sola çəkə bilərik ki, burada heç bir yerdə ağ xəttlər qalmasın. İndi biz bura background vermək istəsək, gəlin yoxlayaq nə cür backgroundları istifadə edə bilərik. Keçirik, buradan seçirik Solid Color. Solid Color seçəndə ağ rəngin üzərində gözəldir. Yoxlamaq istəyirik, bəs görəsən qara olsa necə olacaq? Qara eləyirik, bəli, ləzzətli görsənir, amma ki, mətnimizin çox hissəsi oxunmur. Çünki Neonun saçı qaradır, bu tərəflər tündür, kölgəlidir. Ağ rəngdə ideal görsənə bilər, amma ki, backgroundda biraz oyunlar oynamaq istəyirik deyənə biz elə matrisanın öz yaşıl rəngindən istifadə edə bilərik. İstədiyimiz rəng təxmini budur. Enteri basırıq. Prinsipcə hazırdır, amma ki, posterə biraz da yeməli effektlər qatmaq istəyirik. Gəlin biraz arxa fondan oynayaq. Arxa fonu biraz zənginləşdirmək üçün belə bir teksturamız var. Bunu Ctrl-A, Ctrl-C, copy və bura paste. Götürək, fırladaq, gətirək mərkəzə, böyüdək və bunu eləyək multiply. Multiply elədik və filini azaldıq. Filini niyə azaldırıq? Çünki biz bayaq test eləmişdik ki, tünd backgroundda bizim mətnimizin çox hissəsi oxunmur. Ona görə bu yaşıl yaxşıdır. Hətta biraz pastel yaşıldır. Posterimizi daha canlı eləmək üçün bunu biraz saturation'ını artıra bilərik. Qara kağız teksturamız var. Gəlin bunu da götürək.
Ataq bütün kompozisiyanın ən üstünə. Teksturamızı böyüdək və bu dəfə bunu eləyək screen. Screen eləyəndən sonra təbii ki, bunu belə saxlamayacağıq. Bunu da biraz azaldacağıq və demək olar ki, istədiyimiz nəticəni əldə eləmişik. Yeganə olaraq istəyirəm daha çox mətn olsun. Buradan istənilən bir mətni götürüb çəkirəm aşağı. Qoy bura yazaq. The Matrix. Yəni bu hansı kinodandır. Lendingini açdıq. Biraz məsafə verək. Bizim posterimiz hazır. Hətta Photoshopa yeni gəlmiş adjustment layerlərdən Clarity and Dehaze-i də test edə bilərik. Seçdik Clarity and Dehaze-i. Clarity-ni nisbətən artırdıq. Dehaze-ilə də biraz oynayaq. Bəli, background-u nisbətən açacağam və yaxud da ki, background-da yeni bir layer yaradıb ağ rəngdə bura bir klik eləyəcəm. Təbrik edirəm, bizim posterimiz hazır. Unutmuruq ki, əgər yaxşı bir dənə ideyamız, konseptimiz varsa, biz bunu davam eləyə bilərik. Matrix filmindən Morpheus üçün, Trinity üçün onların məşhur statlarından belə poster hazırlayıb silsilə kimi, konsept kimi paylaşa bilərik. Bu video sizə maraqlı oldusa bəyənib paylaşmağı unutmayın. Qrafik dizayn haqqında daha çox məlumat üçün səhifəmizə abunə olun. Təşəkkür.